Salam uşaqlar, bərabərsizlər mövzusu ikinci bölmə. Bir dəyişənli xətti bərabərsizliklər, bir dəyişənli xətti bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti mövzusunu izah edirik. Başlayalım birinci sualdan. Sualımız belədir. Deməli, 3x plus 7 bölünsün 2 çıx kök 5 kiçilik sıfırdan. Deməli, birinci, 2 çıx kök 5 mənfidir ya yox, ona baxırıq. 2 çıx kök 5 mənfidir. Çünki 2'ni kökün altına salanda 2 çıx kök 5'dir. 2'ni kökün altına salanda edir kök 4 çıx kök 5. Bu mənfi olduğu üçün deməli məxrəcimiz mənfidir. Nəyi mənfiyə bölsə mənfi edir? Müsbət. Deməli sürət müsbət olmalıdır. Və yaxud belə də düşünə bilərik. Bərabərsizliyi mənfiyə vuranda bərabərsizlik işarəsi dəyişir. Bu mənfi olduğu üçün 0'ı 2 çıx kök 5'ə vurdum. 0'ı 2 çıx kök 5'ə vuranda 0 aldım. Mənfiyə vurduğum üçün bərabərsizlik kiçik işarəsi böyüyə çevrilmiş oldu. Və salam, alınan tənliyi həll edirəm. 3x böyüdür mənfi 7-dən, x böyüdür mənfi 7 böl 3. Mənfi 7-ni 3'ə böləndə mənfi 2'dən 3'də 1 edir. X olur mənfi 2'dən 3'də 1 ilə müsbət sonsuz. Cavab oldu D variantı. İkinci sual 2 qat bərabərsizlikdir. 2 qat bərabərsizlikdə hesab əməllərini hər iki tərəfdə edirik. Yəni nə demək istəyirəm? Tutaq ki, üstə gəl 5-dirsə, hər iki tərəfdən 5 çıxmalı olacaqsınız. 2'yə bölübsə, hər tərəfi 2'yə vurmalı olacaqsınız. Gəlin misalımıza baxaq. Deməli, misalımız bu formadadır. Deməli, 2'yə bölüb. Deməli, mən hər iki tərəfi 2'yə vurmalıyam. Mənfi 3'ü 2'yə vurdum. Mənfi 6, 4 çıx 5x yerində. 4'ü də 2'yə vurdum, 8. Müsbət 4 digər tərəfə keçilirsə, çıx 4 olur. Hər tərəfdən 4 çıxmış olacam. Deməli, mənfi 6 çıx 4, mənfi 10. 8 çıx 4 isə 4 eləmiş olur. İndi hər tərəfi mənfi 5'ə bölürük. Mənfi 10'u mənfi 5'ə bölürəm 2. 4'ü mənfi 5'ə bölürəm mənfi 0,8. Amma bərabərsizliyi mənfiyə böldüyümüz üçün bərabərsizlik işarəsini dəyişdim. Bir də deyirəm. Mənfi 10'u mənfi 5'ə böldüm 2, 4'ü mənfi 5'ə böldüm mənfi 0,8. Bərabərsizliyi mənfiyə böldüyümüz üçün bərabərsizlik işarəsini dəyişmiş oldu. İndi bizdə balacadan böyüyə düşsək bunu olur mənfi 0,8'dən 2'yə qədər. Bayaqki misaldan fərqli. Görürsünüz, mörtəzələr kvadratik oldu. Niyə? Çünki altında xətt var. Yəni həmin ədədlərin özləri də daxildir. Deməli, üçüncü misalda ama baxarsınız siz. Birinci hər tərəfdən 1 çıxıb sonra 3'ə vuracam. Çünki üstə gəl 1 kəsirdən ayrı verilibdir. Keçirik dördüncü sualımıza. Dördüncü sualımız bərabərsizliklər sistemidir. Gəlin sualımızı köçürək. Deməli, misalımız belədir. 12 çıxılsın 2x böyüdür 3x çıx 8. Bu bir tənliyim. İkinci tənliyim x çıxılsın x çıx 4 böl 5 böyükdür 1 bərabərsizliyidir. İndi gəlin hesablayaq. Deməli, bərabərsizliklər sistemini mən həmişə sistem şəklində eləməkdənsə ayrı-ayrı həll edib axırda bunların kəsişməsini tapacağım. Niyə özümə əziyyət verim hər dəfə sistem şəklində yazım. Birincini həll edək. 12 çıxılsın 2x böyüdür 3x çıx 8-dən. X-ləri bir tərəfə keçirirəm. Ədədləri bir tərəfə keçirirəm. Mənfi 5x böyüdür mənfi 20-dən. Bərabərsizliyi mənfiyə bölürəm. Mənfi 20-ni mənfi 5'ə böləcəm. Mənfiyə böldüyüm üçün bərabərsizlik böyükdən kiçiyə çevrilmiş oldu. Mənfi 20-ni mənfi 5'ə böldüm. X kiçikdir 4 olmuş oldu. İndi keçirik ikinci tənliyimizə. İkinci tənliyimiz x çıxılsın x çıx 4 böl 5 böyükdür 1-dən. Ortaq məxrəc də gətirmək olar. Və yaxud hər tərəfi 5'ə də vurub kəsirdən azad eləmək olar. Mən ortaq gətirəcəm bu dəfə. Dediyim kimi 5'ə vurub kəsirdən də azad eləmək olardı. Mən ortaq gətirdim. 1'i 5'ə vurdum. X'i 5'ə vurdum. Evki məxrəcləri tərsinə vurdum da. 5x'ə vurdum. 5x, x çıx 4'ü 1'ə vuranda x çıx 4. Amma qabağındakı mənfiyə görə x çıx 4'ün işarəsi dəyişdi. Oldu mənfi x plus 4. Böyüdür 1'dən. İndi 4x sürət edir. 5x'dən x'ə çıxdım 4x plus 4 böl 5 böyükdür 1'dən. İndi çarpaz vuranda 4x plus 4 böyüdür. 5'i 1'ə vurdum 5. 5'dən 4'ü çıxdım 1. X böyüdür. 1'i 4'ə böldüm 4'də 1. Deməli uşaqlar, ədəd oxundum. Bu ikisinin kəsişməsini götürəcəm. 4'də 1 və 4. Burada deyir ki 4'də 1'dən böyük olmalıdır. Yəni 4'də 1'dən böyük sağa doğru ştrixləyirik. 4'dən kiçik sola doğru gedirik.
Kəsişməmiz oldu 4-də 1-dən 4-ə qədər. Yəni həm aşağısı, həm yuxarısı rənglənən hissə. Deyir, ən böyük tam 50. 4-də 1-lə 4-ün arasında ən böyük tam ədəd 3-dür. 4-ün özü götürülmür, çünki 4 daxil deyil. Daxil olması üçün möhtəsə kvadratik olmalı. Yəni bunun altında xətt olmalıydı, o yoxdur. Və salam. 6-cı suala baxırıq. Deməli, 6-cı sualımız misal belədir. Çox rahat bir sualdır. X böyükdür 4-dən. Və hər tərəfi A-ya bölüb, alır ki, X kiçikdir 4 bölü A-dan. A-ya böləndə bərabərsizlik böyükdən kiçiyə dəyişirdi işarəsini. Deməli, böldüyümüz A nəymiş ki, işarə dəyişir? Mənfi. A mənfidir deməli. Mənfiyə bölmüşük. Mənfi olmaq nə deməkdir? A kiçikdir, 0 deməkdir uşaqlar. Və salam. Oldu cavab B variantı. Əgər işarə dəyişməsəydi, A deyəcəkdik, müsbətdir. 8-ci sual misal 1-in eynisidir. Sadəcə burada kəsirsiz versiyasıdır. Yenə eyni qayda ilə uşaqlar. Yəni 2 çıx kök 5 vurulsun 7 çıx 2x bölü 0-dan. Deməli uşaqlar 2 çıx kök 5-i mənfi müsbətliyini yoxlasaq 2-ni kökün altına salırıq birinci misal kimi. 4 çıx kök 5 mənfidir. İndi düşünün mənfini nəyə vurun ki 0-dan böyük, yəni müsbət alınsın? Mənfini mənfiyə. Deməli 7 çıx 2x kiçikdir 0 olmalıdır mənfiyə. Və yaxud belə də düşünək. Bərabərsizliyi mənfiyə bölürəmsə, bərabərsizlik işarəsi böyükdən kiçiyə dəyişir. Uşaqlar bəs indi bu ədəd hara yox oldu bəs müəllim? 0-ı nəyə bölürsən böl, nə alınır? 0. İşte bu bərabərsizliyi həll edin. Mənfi 2x kiçikdir 7 keçdi digər tərəfə mənfi 7. İndi mənfi 7-ni mənfi 2-yə bölürəm. Mənfiyə bölürəm deyə bərabərsizlik işarəsini dəyişdi. 7-ni 2-yə böləndə oldu 3,5. 3,5 müsbət sonsuzluq. Böyüyə çevrilir, bax ona görə 3,5 müsbət sonsuzluq. Və salam. 9 da eyni qayda ilə uşaqlar hesablanacaq. 24 də misal 1-dən eyni şey yazılmayacaq. Yəni 8-ci misaldan eyni şey. Davam edirik 10-cu suallar. 10-cu sual. Deməli deyir ki, y-in hansı natural qiymətlərində 3y plus 5 ifadəsinin qiyməti 5y çıx 2 ifadəsinin qiymətindən kiçik deyil. Deməli, doğru dildə başa salım. 50 və 50-dən kiçik deyilsə, 50 və 50-dən ya böyükdür, ya da onlar yaşıddılar. Yəni, ona görə də biz arasında böyükdür bərabərlik qoyacağım. Məsələn, y-ləri bir tərəfə keçirirəm, ədədləri digər tərəfə keçirirəm. Alırsınız, mənfi 2 böyükdür, mənfi 7-dən. İndi mənfi 7-ni mənfi 2-yə bölürəm. Bərabərsizliyi mənfiyə bölürəm deyə işarə dəyişir. Y kiçikdir, bərabərdir 3,5. Və bizə deyir ki, natural ədədlər. 3,5-dən kiçik natural ədədlər 1, 2, 3-dür. Aralıq istəsəydi, mənfi sonsuzluq 3,5 idi. Natural ədədlər dediyi üçün 1, 2, 3 olmuş oldu. Və salam. 12-ci suala keçirik. Bərabərsizliklər heyət. Uşaqlar, 12-dən düz 21-ci sualda daxil olmaqla eyni misaldandır. Mən onlardan bir-ikisini yazaram. Məsəl üçün, 12-ci sualdan başlayaq. Deməli, 12-ci sualımız. Deməli, bərabərsizliklər heyətidir bunlar. Bayaqları sistemi yazdım, 4-cü sualı yazdım, amma heyəti izah eləmədim. Gəlin heyəti izah edəyik. Heyətin sistemdən fərq. Baxın işarəsinə, heyətin işarəsi, kvadratik möhtəsə. Sistemdə adi. Deməli, bunun sistemdən fərqi. Sistemdə hər iki bərabərsizliyi ayrı-ayrı həll edib onların kəsişməsini götürürük. Heyətdə isə hər iki bərabərsizliyi ayrı-ayrı həll edib onların birləşməsini götürmüş olacaq. Ola bilər kimsə sistemdə dalbadal həll edir. Mən elə sevmirəm. Ayrı-ayrı mən həll eləməyi daha üstün bilirəm ki, qarışmır. 3x böyüdü. 23-dən 2-sini çıxdım 21. 21-i 3-ə böldüm, x böyüdü 7-dən. İndi keçək ikincisinə. Deməli, 2x çıx 5 kiçikdir 1-dən. 1-in üstünə 5-i gəldirəm 6. 6-nı da 2-yə bölürəm 3x kiçikdir 3-dən. Deməli, uşaqlar 3 da 7. 3-dən kiçik, 7-dən böyük. Kəsişmə yoxdur. Bu sistem olsaydı cavab boş çoxlu idi. Çünki kəsişmir. Amma heyət olduğu üçün birləşmə götürməliyik. Birləşmə də odur ki, rənglənən yerin hamısı olur mənfi sonsuzluqdan 3-ə birləşir. 7-dən müsbət sonsuzluğa. Elə bir ki, mənim saat 3-ə qədər vaxtım var. O birisindən 7-dən sonra vaxt var. Deyim ki, evdə uşağınız var. 2 nəfərsiniz. Biri saat 3-ə qədər baxa bilir. Bir də 7-dən sonra baxa bilir. Deməli, 3-ə qədər biri baxacaq. 7-dən sonra da biri baxacaq da. Bir dənə qaldı 3-dən 7-nin arasında da kimsə tapacaqsınız. Doğru desək.
Yəni bu 2 saatda mən yəni lap belə deyim də, bir adam işə gedir, nə bilim ya nəsə vaxtı var, sənə nəsə iş tapşırırlar, uşağa baxmaq, qonşu tapşırır. Deyirsən ki, mənim 3-ə qədər vaxtım var. 3-dən 7-yə tutaq ki, işə gedəcəm. Bir də 7-də qayıdacağam. Bir də 7-dən sonra baxa bilərəm ona. Yəni 3 ilə 7-nin arasında baxa bilmərəm. Bu loru dildə o deməkdir. Deməli uşaqlar, 21-ci suala qədər eyni şeydir. Bir dənə də 15-ci sualları izah edeyim sizin üçün. Əslində eyni şeydir, sadəcə cavab fərqli alınır deyə bundan yəni izah eləmək istədim. Baxaq 15-ci suala. Deməli yenə bərabərsizliklər heyətidir. Sual 2x çıxı 4 böyükdür 6, 5x plus 2 kiçikdir 42 və bu heyətə həll elədir. Birincini həll edirəm. 2x çıxı 4 böyükdür 6-dan. 6-nın üstünə 4 gəlirəm 10. 10-u 2-yə bölürəm 5. İkinciyə keçirəm. Yəni 5x plus 2 kiçikdir 42. 42-dən 2 çıxıram 40. 40-ı da 5-ə bölürəm 8. Ədəd oxu çəkirəm 5 və 8. Gəl iştiqləyək. Deyir ki, bizə 5-dən böyük. 5-dən böyük sağa. 8-dən kiçik. Sola. Biz bunun birləşməsini götürməliyik. Birləşmə nə idi? Hər yer, rənglənən yerlərin hamısı. Fərqi yoxdur. Aşağısı rənglənir, yuxarısı rənglənir. Əvvəlsiz odur ki, o rənglənir. Deməli, baxırsınız, mənim sonsuz müsbət sonsuza qədər hər yerdə rənglənən hissə var. Ona görə mənim sonsuz müsbət sonsuza. Əgər bu misal sistemi olsaydı, sistem belə. Onu kəsişməni götürəcək. Yəni 5-dən 8-ə. Məsələn, zaman oldu mənim sonsuz müsbət sonsuza. Çünki hər yerdə görürsən burada rənglənir. Ortada rənglənir, axırda rənglənməyən yer yoxdur. Mənim sonsuzluq olmuş oldu. 21-ci suala qədər eyni davam edir. 22-ci sualı keçirik. Yəni bunların hamısı eyni qayda ilə həll olunur. Əslində 22-ci sual 1-ci sualla, ya 8-ci sualla eyni şeydir. Sadəcə orada ədəd vermişdi. Burada yerinə pi ilə verib. Pi çıxılsın 19. Biz birinci baxmalıyıq ki, bu pi çıx 19 mənfidir, ya müsbət işarə dəyişir, ya yox. Yəni, onsuz misalda bir dənə bu qalacaq. X çıx 1,4. Ya böyükdür bərabərdir 0, ya kiçikdir bərabərdir 0. İndi hansı olduğunda necə tapırıq? Pi çıx kök altda 19-un mənfi ya müsbət olmağına baxırıq. Pi 3-dən %14. 3-dən %14-ü kökün altına salsam, yəni 3-dən %14-ü 3-dən %14-ə vararsam, 9-dan nə qədər edəcək? 9-dan 19-dan çıxıramsa, bu mənfidir. Deməli, bu ifadə mənfidir. Bərabərsizliyi mənfiyə bölənin işarəsini dəyişir. Deməli, ona görə də çevrimdə oldu. Böyük bərabərimiz kiçik bərabər. Yaxud da ki, bu mənfidir. Mənfi olma, cavabın müsbət olması lazımdır. Sıfırdan böyük olmaq müsbət demək. Nəyi mənfiyə bölüm ki, müsbət alın? Mənfidir. Deməli, x çıx 14 mənfiymiş. Bu da demək ki, x kiçikdir 1,4-dən. Yəni, həllimiz olur. Mənfi sonsuzluq 1,4-ə qədər. 1,4 daxilidir, kvadrat yumurtası. Deyir, ən böyük mənfi tam ədəd. Ümumiyyətlə, bura daxil olan tam ədədlər 1, 0, mənfi 1, mənfi 2, yəni kiçiklərə doğru gedikdə. Ən böyük mənfi tam ədəd mənfi 1 olacaq. 0-dan 1, 1 müsbətdir, 0-dan müsbətdir mənfi. Mənfi əlimiz ona görə də ən böyüyü mənfi 1 olmuş olur. Məsələn, 24-cü sual 1-ci sualla eyni şeydir. 25-ci sual da əslində misal 4-dən eyni şeydir. Yəni, orada yazmışam, heç yazmıram. Eyni qayda ilə özünüz həll edərsiniz. Ya da istəyirsiniz 25-i yazın. Çünki ikinci tərəfdə kəsir deyil. Birdən çaşbaş qalarsınız. Gəl yazın. 25-ci sual. Sual belədir. 2x çıxılsın 3x çıx 1 bölü 2 bölü 3'də 2. Keçir ikincisine. 2x çıx 2 kiçikdir 8x çıx 5. Bu sistemi həll etmək lazım. Sistemli bu. Heyət deyil. Deməli, mən bu bərabərlikləri həll edib ayrı-ayrı. Bunların ikisinin kəsişməsini götürməliyim. Gəl həll edək. Deməli, birinci misal 2x çıxılsın 3x çıx 1 bölü 2 böyüdür 3'də 2. Bayaqları. Dördüncü misalı həll edəndə mən bunların dedim ki, ortaq məxrəci gətirdim. Bu məxrəcinə 1 dedim, ortaq gətirdim. Bu dəfə ortaq gətirməyəcəm. Orada dedim ki, ortaq gətirə bilərsiniz və yaxud məxrəcdəki ədədə vura bilərsiniz. Məxrəcdə 2-dir, 1-də 3-dür. 2-nin içinə kökü nədir? 6. Ən rahat üsul bunları 6-ya vurmaqdır. Yəni, bir dəfə 2x-i vururam 6-ya. Eyni qayda ilə bu kəsrimiz var, 3x çıx 1 bölü 2. Bu kəsri də vururam 6-ya və eyni qayda ilə 3-də 2-ni də vururam 6-ya. Gəlin bunları həll edin. 2x-i 6-ya. 12x.
6'nın yəni 2'ni çıxsaydı burada 3 qaldı. Yəni qaldı 3 vurulsun. 3x çıx 1. Böyüdür. 6'nı 3'e bölürüm 2. 2'ni 2'ye vurdum 4 qalmış oldu. Vurac təyinliyə həll edirəm. 2x çıxılsın 9x plus 3 böyüdür 4'dən. 12x'dən 9x çıxanda 3x plus 3 böyüdür 4'dən. 4'dən 3'ünü çıxırsınız. 1. 1'i də 3'e bölürəm. X böyüdür 3'də 1. Bu bir tane. İndi keçək ikincisinə. Bunu burada həll edəcəm elə balaca. 2x çıx 8x kiçikdir mənfi 5 plus 2. Nə elədim? X'ləri bir tərəfə, ədədləri bir tərəfə. 8x'i digər tərəfə keçirdim. Mənfi 2-ni bu tərəfə gətirdim müsbət. 2-dən 8 çıxanda mənfi 6x kiçikdir. Mənfi 5'in üstündən 2 gəldi mənfi 3. İndi bərabərsizliyi mənfiyə bölürəm deyə. Bərabərsizliyi işarəsini dəyişir. Yəni kiçik işarəsi çevrilir, olur böyük. Mənfi 3 bölü 6. Mənfi bölü müsbət edirdi. Ona görə 3 bölü 6 yazdım. Yəni 2'də 1. Belə desək. X bölü 2'də 1'dən. Sizdən nə istəyir? Deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tapmaq lazımdır. Aha. Ən kiçik tam həllini tapmaq lazımdır. Gəlin tapaq. Görək nə alınır. Neysə səhv eləməmişik ki. Aha. 3'də 1'dən gəlin indi biz bunların kəsişməsini tapaq. Ədəd oxumda 3'də 1, birinci gəlir daha balacadır. Sonra 2'də 1. Birinci deyil 3'də 1'dən böyük, 3'də 1'dən sağ. O birisi deyil 2'də 1'dən böyük, 2'də 1'dən sağ. Kəsişməmiz olur 2'də 1'dən, yəni 0,5'dən müsbət sonsuzluğa. Və bu bərabərsizliyi ödəyən ən kiçik tam ədəd 0,5'dən böyük ən kiçik tam ədəd neçə olacaq? Təbii ki 1. Məsələn. Davam edirik. 27. sualım. Sualımız deməli sual belədir. 3x vurulsun x çıx 2. Kiçikdir x vurulsun 3x çıx 1. Kiçikdir 8x-dən. 1,5x çıxılsın 4,8. Kiçikdir 1,1x çıx 1,2. Deyir ki, bərabərsizlər sistemi tam həllərinin cəmi olsun. Bərabərsizlər sistemi. Yəni ilk işim nədir? Mörtəzələri vurub açmaq. Gəl birincidən başlayaq. Birinci tənliyi həll edirəm. Sonra bu tərəfdən ikincini eləyəcəm. 3x-ə 3x kvadrat. 3x-i 2-yə 6x. X-i 3x-ə 3x kvadrat özü mənfi 3x kvadrat. Mənfi x-i mənfi 1'ə vurdum deyə müsbət x. Kiçikdir 8x-dən. 3x kvadratlar. Getdi. Düzdürmü? Nə qaldı? Mənfi 6x üstə gəl x mənfi 5x. Kiçikdir 8x-dən. Mənfi 5x çıxılsın 8x. Kiçikdir 0-dan. Mənfi 13x. Kiçikdir 0-dan. 0'ı mənfi 13'e bölürəm. Mənfiyə bölürəm deyə bərabərsizlik işarəsini dəyişdi. 0'ı 13'e böldüm 0. Mənfiyə böldüm deyə işarəmizi dəyişdi. İndi gəlir ikinci tənliksə. Yəni buna. İndi x'ləri bir tərəfə keçirəm. 1,5x çıx 1,1x kiçikdir. Mənfi 1,2 üstə gəl 4,8. 1,5'dən 1,1 çıxanda inir 0,4. Kiçikdir. 4,8'dən 1,2 çıxdım 3,6. 3,6'nı 0,4'ə böləndə 36 bölündə 9 eləmiş olur. Bərabərsizlik işarəsini dəyişmədi. Çünki müsbət ədəddir. İndi biz bunların sistemdir, heyət deyil. Ona görə kəsişməsini götürməliyik ikisini. Gəlin götürək. 0 və 9. Birinci deyir ki 0'dan böyük. 0'dan böyük sağa. İkinci deyir 9'dan kiçik. Sola. Kəsişməm oldu 0'dan 9'a. Sizə nə deyir? Tam həllərinin cəmi 0'dan 9'a 1, 2, 3, 4, 5, 6, 7, 8'i toplamaq lazım. 8'i toplamaq lazım. Vəssalam. Görək nə edir? 9, 9, 9, 9. 4'dən 9, 36. Çək. Vəssalam. Topladıq. Davam edirəm. 29. sual. Dokuzuncu sualımızda nə deyir? Deyir ki, bərabərsizliyin ən kiçik tam həlli. Yenə kəsirli bir bərabərsizlikdir. Ya ortaq məxrəci gətirmək olar uşaqlar, ya da bayaq dediyim kimi məxrəcdəki ədədlərin əkobuna vuraq, biz bu ifadəni elə bil ki, bərabərsizliyi kəsirdən azad edək. Bu bütün tənlik də olsa
doğrudur da məxrəcdəki ədədlərin əkobuna vurun ki, məxrəcdən azad olsun. 3, 2, əkobu 6-dır. 6-ya vurum hamısını. Yəni 6 vur birinci kəsrə x plus 5 böl 3 çıxılsın. 6 vur x böl 2 eyni qayda ilə 6 vur 4 üstə gəl yenə 6 vur x plus 3 böl 3. Hesablayaq. 6 ilə 3'ü ixtisarladım, qaldı 2. Yəni 2 vurulsun x plus 5 çıxılsın. 6'nı 2'ye böldüm 3x. Kiçikdir 6'nın 4'e 24. İstəyək 6'nı 3'ye böldüm, qaldı 2. 2 vurulsun x plus 3. Və salam. Mütəzzəni vurub açmaq lazımdır. 2x plus 10 çıxılsın 3x. Kiçikdir 24. İstəyək 2x plus 6. X'lər bir tərəfə, ədədlər bir tərəfə 2x çıxılsın 3x çıxılsın bu 1-2x. Tərəfə keçdi. 24 plus 6 yerində. Oradan da 10'u gətirdim. Çıxın. 2x'dən getdi. Mənfi 3x kiçikdir 20. Deməli, x böyükdür. Fikir verdiniz. Mənfi 3'e böləcəm. Onun yeri işarəni dəyişdim. 20 böl. Mənfi 3. X böyükdür. Mənfi 6 tam 3'də 2'dən. Deməli, bərabərsinin ən kiçik tam 50. Mənfi 6 tam 3'də 2'dən böyük ədəd. Mənfi 6. Mənfi 6. Cavab oldu. 30. 30. Nədir 30'da? Baxaq. Deməli, m plus 5 vur x böyükdür m kvadratı çıx 25 və x kiçikdir m çıx 5 bərabərsə eyni cüzdür. Burada nə iş gördülər? Deməli, sol tərəfi saxlayıblar. M plus 5 vur x-i böyüdür. Bu sağ tərəfi m çıx 5, m plus 5 kimi vuruqlara ayırdım. Tənlikdə vurma olanda bölürəm. Bunu bir dəmc aşağıya yendirim. Tənlikdə vurma olanda bölürəm. Deməli, x. Burada olur m çıx 5 bölünsün. M plus 5 bölürəm. M plus 5'e. M plus 5'dən ixtisar olundu. İndi qaldı x böyüdür m çıx 5. Kiçikdir m çıx 5 iliklər. Niyə? Necə oldu ki, böyük kiçiyə çevirdi? Deməli, bərabərsizliyi böldükləri bu m plus 5 mənfi imiş ki, bərabərsizliyi mənfiyə böldüyümüz üçün böyük işarəsini çevirib kiçiyə iliklər. Yəni, burada x böyüdür m çıx 5 yox, x kiçikdir m çıx 5 qalıb. Deməli, mənfiyə bölüblər. Yəni, böldükləri bu m plus 5 mənfi imiş. M plus 5 mənfi olmaq nə deməkdir? M plus 5 kiçikdir sıfırdan. Yəni m kiçikdir mənfi 5'dən. O da olur mənfi sonsuzluq mənfi 5 və salam. Əgər işarət dəyişməsəydi, elə yenə böyük qalsaydı, bu deməkdir ki m plus 5 müsbət imiş. Keçirik 31-ci suala. Deməli, neçə sualdır? 44 sualdır. 31-ci sualımıza baxırıq. Sual belədir. Deyir ki 2 müəllim şagirdlərə kitab bəxşiş etmək istəyir. Bütün şagirdlər üçün birincinin 24 kitabı çatmır. Deməli, uşaqlar, x şagird var. Aha. Onda birincinin 24 kitabı çatmırsa, onda olan kitabların sayı x çıx 24. Tutaq ki, 27 uşaq varsa, 24 kitabı çatmırsa, 27'dən 24'dən çıxıram ki, 3 dənə kitabı varmış. İkincinin isə 1 kitab çatmır. X şagird varsa, onun da 1 dənə kitabı çatmır. Yəni, kitabların sayı şagirdlərin sayından bir vahid əskikdir. Deyir ki, onların birlikdə də şagirdlərə bəxş etmək kitabları çatmır. Onda belə çıxır ki, bunlar ikisi bir yerə kitablarını qoyanda alınan kitabların sayı uşaqların sayından çox olmur. Yəni, məsəl üçün, sinifdə 50 uşaq varsa, ikisi bir yerə qoyanda kitabların sayı 50'dən kiçik olur. Yəni, bu kitabların sayı şagirdlərin sayından az olmuş olur. Ona görə kiçikdir şagirdlərdən. Rəssalam. Tənliyi həll edirik. 2x çıx 25 kiçikdir x-dən. 2x çıx x kiçikdir 25'dən. X kiçikdir 25'dən. Bir edirəm. Deməli, uşaqlar, cümləni izah edirəm sizə. Deyir ki, 2 dənə müəllimdir. Bunların şagirdlərə kitab bəxş eləmək istəyir. Birinin 24 kitabı çatmır. Yəni, x şagird varsa, x çıx 24 kitabı var. O birisinin isə 1 kitabı çatmır. Yəni, x çıx 1 kitabı var. Niyə biri çıxdı? Məsələn, sinifdə 50 uşaq var, mənim 1 kitabım çatmırsa, deməli, mənim 49 kitabım vardı ona görə. İkisi bir yerə kitabını qoyanda, ona görə topladıq. Yenə də şagirdlərə paylamağa kitabı çatmır. Yəni, bu deməkdir ki,
İkisi bir yerdə qaldı, sinifdə 50 şagird varsa, bu ikisinin bir yerdə kitabların sayı 50-dən azdır. Yəni uşaqların sayından azdığına görə kiçikdir uşaqların sayı. Sualına belə bəsliyə həll edirəm. X 25-dən kiçikdirsə, x olacaq 24. Və salam. 32. Belə bir bərabərlikdə möhtəzən açıq həll eləyək. Sol tərəf müxtəsərdir. X kvadratı çıxılsın 0,4x üstə gəl 0,4. Bilirsə necə oldu? Bununla bunun hasilinin 2 misli və 0,2 kvadrat. Bu tərəfdə yenə müxtəsərdə a kvadrat çıxıb b kvadrat. Yəni x-in kvadratı çıxılsın 0,2 kvadrat. X kvadrat çıxılsın 0,4x üstə 0,4 çıx x kvadrat üstə gəl 0,4 böyükdür 0,4-dən. X kvadratları getdiniz. Mənfi 0,4x böyükdür 0,4 çıxılsın 0,4 çıxılsın 0,4. Bu nədir? Bunu keçirdim mənfi, bunu keçirdim mənfi. Buna mı getdi? Mənfi 0,4x böyükdür mənfi 0,4-dən. İndi bərabərliyi mənfiyə bölürük deyə mənfi 0,4-ü bölürük mənfi 0,4-ə. Bərabərliyi mənfiyə böldüyümüz üçün bərabərlik işarəsini dəyişdik. %4 böl 10'da 4, 4'lər gedir. 10 böl 100 qalmış olur. Yəni o deyir 0,1 x kiçikdir 0,1. Mənfi sonsuzluq 0,1'ə gedir və salam. 33-cü sualda eyni qayda ilə hesablamaq lazım. 34-cü sual. Baxa. Deməli, sual belədir. 3x çıx 1 bölünsün. 3 kök 2 çıx 6 böyüdür 2 kök 2 plus 4. Bəli, bərabərlik kimi vuracağıq. 3x çıx 1. Bu tərəfdə 2 kök 2 plus 4 vururuq. 3 kök 2 çıx 6'ya. Məsələn, orasıdır ki, mən böyük kiçik qoymadım fikir verirsən. Niyə qoymadım? Vurduğumun mənfi müsbət olduğunu yoxlayın. Yəni 3 kök 2 çıx 6 mənfi ya müsbətim. 3 kök 2'ni kökün altına salır. 3'ü kökün altına salanda 9 vur 2. 6'ını da kökün altına salanda 36. 18 çıx 36 nə edir? Mənfi. Demək, bərabərliyi mənfiyə vurduq deyə işarəsini dəyişdik. Buradan 2'liyi, buradan 3 ortaq çıxardıb düsturda olmaq olar. Eləmirəm. Adi vurub açacağım möhtəzəni. 2 kök 2'ni 3 kök 2. 3 2'ye 6. Kök 2'ni de kök 2'ye 2. Yəni oldu 6 vur 2. 2 kök 2'ni 6'ya. Deməli 6'nın 2 12 kök 2 də yanında qalmış oldu. 4 kök 2'ni 3 kök 2'ye. 4'ü 12 kök 2 də yanında qalmış oldu. 4'ü 6'ya 24 mənfi üstə. Deməli 3x çıx 1 kiçikdir. 12 kök 2'lər getdi. 6 bikin 12. 12'dən də 24'ün çıxanda mənfi 12. 3x kiçikdir. Mənfi 12'nin üstünə 1'i gəlirəm. Mənfi 11. X kiçikdir. Mənfi 11 böl 3. İşarət dəyişmədi. Niyə? Mənfiyə bölmürəm ki, böldüyümə də 3'ə bölürəm. 3 müsbətdir deyə işarə dəyişmədi. Nə olsun ki, mənfi 11'dir. Buradan alırıq x kiçikdir, mənfi 11 böl 3. Bu da deyir, mənfi sonsuzluqdan mənfi 11 böl 3'ə. 3'də 11. Vəssalam. 35 də eyni. Keçirik 36-cı sual. Deməli, 36'da sistem verib, tənliklər sistemidir özdə, bərabərliklər sistemi yox. Deyir ki, tənliklər sisteminin x, y həlli üçün. Yəni, uşaqlar, sən deyir ki, bala, tənliyi həll elədə. Sistemi həll eləyə. Deməli, 3x plus y bərabərdir 6'ya və bizə deyir ki, x böyüdür 0'dan şərt verib. Y böyük bərabərdir 0. Yəni, x-i da y da böyüdür 0 və böyük bərabərdir 0 qoy. O demək istəyir. Gəl həll edək. Buradan y-lərin getməsi üçün aşağıdakını mənfi 1'ə vururam. Yəni yuxarıdakını da vura bilərdik. Mən aşağıda vurdum. X plus y bərabərdir a-ya. Mənfi 3x çıxılsın y bərabərdirsə mənfi 6.
Sistemi aldım, y-lər getdi. X çıx 2, x çıx 3x mənfi 2x. Burada oldu a çıx 6. X-i tapanda a çıx 6 böl mənfi 2. Mənfini yox eləmək üçün yazacağım 6 çıx a böl 2. Mesela bu birinci. X-i tapdıq. Qaldı y-i tapmaq. Aparıb yerinə qoyub da tapa bilərik. Mən amma yerinə qoymaqdansa yuxarıda mənfi 3'ə vuraram. X-lər gedər. Y-i taparam. Mənə daha rahatdır. Kim istəyirsə aparıb yerinə də qoya bilər. Fərqi yoxdur. Mən sistemi yazacağım təzədən. X plus y bərabərdir a. 3x plus y bərabərdir 6. İndi yuxarıdakı tənliyi mənfi 3'ə vuracağım. X yox olacaq. Yenə də deyirəm, x-i tapışıq aparıb yerinə qoyub x plus y bərabərdir 6-da y-i də tapmaq olar və yaxud burada da qoymaq olar. Mənə belə daha xoşdur. Ona görə belə eləyirəm. Buradan x-lər getdi. Mənfi 3y üstə gəl y mənfi 2y 6 çıx 3a. Buradan y tapanda 6 çıx 3a böl mənfi 2. Bu da eləyir 3a çıx 6 böl 2. Və bizim şərtimiz var. X bölü 0'dan. X'imiz bu değil. 6 çıx a böl 2 bölü 0'dan. 0'ı 2'ye vurdum. 0. Mənfi a böyüdür. 6 mütərəfə keçirdim. Mənfi 6. Mənfiyə bölürəm deyə bərabərlik işarəsini dəyişdi. A kiçik 6. İndi buna gəl. Y böyüdür bərabərdir 0. 3 çıx 6 böl 2 böyüdür bərabərdir 0'dan. 0'ı 2'ye vurdum. 0. İşarə dəyişmədi. Müsbət 2 idi. 3a böyükdür bərabərdir 6. 6'nı 3'e bölürəm. A böyükdür bərabərdir 2. 2'dən böyük 6'dan kiçik. Demək 2 6 arası. Cavab oldu. Y variantı. 2 kiçikdir A. Kiçikdir A. 2 kiçikdir bərabərdir A. Kiçikdir 6. Çünki 2'nin özü baxın burada daxil. Mesela davam edirik. 38-ci soru. Deməli, baxaq 38-ci sualımız. Deməli, uşaqlar, sistemimiz belədir. Bu biraz fərqli sualdır. İndi izah edəcəm nə mənada fərqlidir. Böyükdür bərabərdir 2-dən 8x çıxılsın a kiçikdir bərabərdir 0-dan. Deyir ki, a-nın hansı qiymətlə bərabərliklər sisteminin həlli var. Şimdi burada nə düşünəcəyik uşaqlar? Baxın, normalda tənliyi həll edib x-i tapmaq lazımdır. Gəlin həll edək. ax çıxılsın, ax böyükdür bərabərdir 2-dən. Burada isə 8x kiçikdir bərabərdir a-dan. İkinci tənlikdə bərabərsizliyi 8-ə bölürəm. Amma birinci tənlikdə ax böyükdür 2-dən. A-ya bölsəm, 2-ni a-ya bölə bilərəm. Amma böldüyüm o a mənfi müsbət olduğunu bilmirik deyə bölə bilmirik. Onda nə edəyək? 2 hal götürəcəm. A müsbətdir bir dəfə. Müsbət. Onda nə baş verir uşaqlar? Onda baş verəcək bu. A müsbətdirsə, ax böyükdür bərabərdir 2-dən. X böyükdür bərabərdir 2 bölü a olmuş olacaq. Və x böyükdür bərabərdir 2 bölü a ilə x kiçikdir bərabərdir a bölü 8-in sisteminin həlli olması üçün aşağıdakı yuxarıda, yəni belə deyək də, a bölü 8 kiçikdir 2 bölü a-dan olmalıdır. Niyə izah edeyim? Baxın, x böyüdür 3, x kiçikdir 7 yazsam. Daha doğrusu tərsini yazaq. Buna 3, buna 7 desək, baxaq. 3, bu da 7. 3-dən kiçik və 7-dən də böyük. Bunun kəsişməsi olmayacaq uşaqlar. Amma tərsin olsa, yuxarıdakı 3, aşağıdakı 7 olmuş olsa, fikir edin. 3, 7. 3-dən böyük, 7-dən də kiçik kəsişmə olmuş olacaq. Deməli, kiçik olan o birisindən böyük olmalıdır. Aydındır. Yəni, bu daha böyük olmalıdır. Deməli, 2 böl a kiçikdir bərabərdir. A böl 8 olmalıdır uşaqlar. Məsələn. İndi bunu həll eləsək, çarpaz vura bilərik. Əslində biz bərabərsizlik çarpaz vurmuruq. Bir tərəfə keçirib ortaq məxrəcə gətirmək məcburiyyətindəyik. Amma burada vura bilərik. Nə üçün vura bilərik? İzah edeyim. Çünki
A bilirik ki, müsbət ədəddir, ona görə vura bilərik. Beləsindən çarpaz vuraq. 8, 2, 16, A-nın dayağı kvadratı. Həmişə də yadınızda saxlayın. Tərsinə yazma olmaz. Birinci bunu vurub yazırsınız, bərabərsə sonra bunu. Yoxsa işarə səhv eləmiş olacaq. Bu da demək ki, A kvadratı böyükdür bərabərdir 16. Deməli, A bərabər plus minus 4. Böyük olanda da bilirik. Mənfi sonsuzdan mənfi 4-ə birləşir. 4-dən, 4 daxil olmaqla 4-dən müsbət sonsuzda olur. Bu kvadrat bərabərsinin şərtidir. Yadınızda saxlayın. Kvadrat bərabərsi böyük olanda cavab da böyük olur. Kiçik olanda, yəni A kvadratın kiçikdir 16 olsaydı bu plus minus 4 olacaqdı cavab. Aralıq elə plus minus 4 aralıq. Cavab kiçik olacaqdı. Burada isə böyük olduğu üçün cavab da böyük oldu. Və A müsbətlidir. Burada mənfi aralığı tuluyursun. Yəni cavabımız 4 müsbət sonsuzda olmuş olur. İkinci səfər A-ya deyirik mənfi. A mənfi olanda A-x böyükdür bərabərdir 2-dən. Mənfi 2-ni mənfiyə böldüyüm üçün olur x kiçikdir bərabər bir də deyirəm. A mənfi olduğu üçün 2-ni mənfiyə böldüyüm üçün bərabərsi böyük işarəsi kiçiyə çevrilmiş oldu. Yəni x kiçikdir bərabərdir 2 bölü A olmuş oldu. Və bununla da x kiçikdir A bölü 8-in həllərinə baxmaq lazımdır. Bu həmişə həlli olacaq. Niyə? Baxın, heç bir fərqi yoxdur. X kiçikdir 3-dən, x kiçikdir 7-dən. İkisi də 3-dən də kiçik, 7-dən də kiçik, 3-dən kiçik, 7-dən kiçik. Yenə də kəsişir. Ya tərsinə olsa, eyni şeydir. Yəni. Ona görə də fərqi yoxdur. Bunlar istənilən biri digərindən kiçik olsa da fərqi yoxdur. Kəsişir. Yəni, x-in yerində nə olur olsun, bunun həlli mənfi sonsuzdur, müsbət sonsuzdur. Həmişə, yəni hər ikisi kiçik olanda bu sistemin həlli mənfi sonsuzdur, müsbət sonsuzdur olmuş olur. Yəni, nə demək istəyirəm? Baxın, x 3-dən kiçikdir, x 7-dən kiçikdir. Nə fərqi var ki? Hər iki halda bu sistemin həlli var da, kəsişməsi olacaq. Yəni ona görə də bu 2 bölü A-da A bölü 8-də istənilən qiymət ala bilər. Amma A-ya mənfi demişiksə, demək mənfi sonsuzluqdan 0-a qədər olmuş olacaq. Yəni 0-ı daxil götürüb götürməyəcəyimizə baxaq. A 0 olsa 2 bölü A məxrəc 0 ola bilərmi? Yox. Ona görə də 0-ı daxil götürməyəcəyik. Bu da oldu mənfi sonsuzdan 0. Deməli, mənfi sonsuzdan 0-a bir də 4-də müsbət sonsuzdan. Cavabımız oldu C variantı. 39-cu sual ayrı bir sistemdir. Ona görə hesablamıram. Hər iki bərabərsə ayrı-ayrı həll edib keçməsini tapacaqsınız. Keçək 40-cı suala. Əslində 40-cı sual qaydada yazılıbdır. Uşaqlar. Deməli, 40-cı sual. X böyükdür bərabərdir A kvadrat plus 14 və x kiçikdir bərabərdir 8 plus 2-dir. Bir bərabərsizlər sistemin yeganə həlli var. Əgər qaydanı oxumusunuzsa yazmışam ki, sistemdə x böyükdür A və x kiçikdir bərabərdir B olarsa, bu sistemin yeganə həlli varsa A ilə B bir-birinə bərabər olmalıdır. Və salam. Deməli, bununla bunu bir-birinə bərabər edirəm. Yəni A kvadrat plus 14 bərabərdir 8A plus 2. Keçir bir tərəfə kvadrat tənliyimizi həll edək. 8A plus 14 minus 2. Yəni A kvadrat çıxılsın 8A plus 12. Vuranda 12 toplayanda da 8L. Yəni ədəd 2 ilə 6-dır. Bizdən də böyüyünü istəyir. Olacaq 6. 41-ci sualı eyni ilə. Keçirik 42-ci sualı. 42-ci sualımız. Nədir 42-ci sualda? Sualımız belədir. A çıxılsın 5, vurulsun x çıxılsın 8. Böyükdür bərabərdir 2 artıq 14 bərabərsinin ən kiçik tam həlli 9 olarsa, aha. Deməli 9 olarsa bu deməkdir ki, ən kiçik tam həlli x böyükdür 8 bərabərsi alınmalıdır. Niyə izah edeyim? Çünki bunun ən kiçik tam həlli 9 olsun. Düzdür? Düzdürmü? Ən kiçik tam həlli 9 olsun. X 8-dən böyük olmalıdır. Aha. Deməli 8-dən böyük olmalıdır. Amma hara qədər olmalıdır? 9-a qədər. Niyə? İzah edeyim. 9 tam alsaq ki, x böyük 8-də olsalar, x böyük 8,5 də olsalar, x böyük bərabər 9-da olsalar ki, bunun ən kiçik tam 59-dur. Yəni x belə çıxır ki, 8 ilə 9-un arasında olmalıdır ki, yəni onun ən kiçik tam həlli deyək ki, 9-dur. Gəlin misalımızı izah edə bildim fikrim uşaqlar. Yəni x böyük 8 alsam, bunun ən kiçik tam həlli 9-dur. X kiçikdir 8,1 də alsam 9-dur. Amma x böyükdür bərabərdir 9 da götürsəm bunun ən kiçik tam həlli 9-dur. Yəni x-ın 8 ilə 9-un arasında olmalıdır. X-i tapıb 8 ilə 9-un arasında qoyub bərabərliklə həll etmək lazımdır. Və salam. Deməli x çıxı 8 böyükdür bərabərdir 2 çıxılsın. 2 çıxı 14 bölünsün A çıxı 5.
Ders müəllim açıq 5-ə böldünüz, bərabərliyin işarəsini niyə dəyişmədiniz? Çünki necə dedim, x 8-dən böyükdür. Ya 8,1-dən böyükdür ki, ən kiçik tam 59-dur, düzdür? Ən böyük 59-dur desəydik. Onda mən bunu avtomatik, məsələn, x kiçikdir 10 deyəcəyim ki, bunun tam 50, ən kiçiyi 9 olsun. Deməli, ən böyüyü 9 olsun. Ən kiçiyi istədiyi üçün, misalda x böyüdür alınmalıdır. Yəni, açıq 5 müsbət olmalıdır. Bunun bir kənarda qeyd edək ki, açıq 5 böyüdür 0-dan. Yəni, A5-dən böyük olmalıdır bu hecbis yerində. Buradan 8-də keçirək bir tərəfə x böyüdür, bərabərdir 2 açıq 14 bölünsün açıq 5 plus 8. Və deyir ki, indicə dedim, x hansı arasında olmalıdır? 8 ilə 9-un arasında olmalıdır. X yerləşir 8 ilə 9-un arasında. 9-un özü də ola bilər. Deməli, x-in ifadəsi var. Bu yerinə 2 açıq 14 bölünsün açıq 5 yerləşir plus 8 yerləşir 9 ilə 8-in arasında. Hər tərəfdən 8 çıxanda 0 kiçikdir. 2 açıq 14 bölünsün a plus 5 kiçikdir. 9-dan da 8-in çıxdan 1. Bərabərlikləri həll eləmək lazımdır. Və salam. Hər tərəfə açıq 5-ə vururam. Niyə rahatlıqla vura bilirəm? Çünki açıq 5 dedik nədir? Müsbət böləndə işarə dəyişmədi. Ona görə 0 kiçikdir. 2 açıq 14 kiçikdir. Bərabərdir 1-dən. Hər tərəfin üstünə 14 gələndə 14 kiçikdir. 2a kiçikdir. Bərabərdir 15. 2-yə bölürəm. 2-yə bölürəm. Deməli, 2-yə böləndə alacağıq nə? 2-yə böləndə alacağıq 7 kiçikdir. A kiçikdir. Neçədən? 7,5-dən. Neysə düzən eləməmiş olduq. Şöyle çıxılsın. A plus 5. 2 açıq 14 bölünsün. Açıq 5. Üstə gəldi 8. 8-in 9-un arasındadır. Səhvimiz bilsiniz nədir uşaqlar? Açıq 5-ə vurmuşam, bura 1 çıx yazmışam. 0-a açıq 5-ə vurmuşam, 0. 1-ə açıq 5-ə vuranda. Deməli, almalıydıq burada açıq 5. Bəli. Mən buradan. Baxın, açıq 5-ə vurdum, 0-a açıq 5-ə 0, 1-ə açıq 5-ə vurdum, açıq 5. Və bu bərabərliyi ayrı-ayrı həll eləmək lazımdır uşaqlar. Yəni, solu 1, sağı 1. Yəni, bir bu bərabərliyi həll eləməliydim. Mən 1-ə açıq 5-ə vurub 1 yazmışdım. 0 kiçikdir 2 açıq 14. Bir bunu həll eləməliyəm. Bir də ayrıca 2 açıq 14 kiçikdir bərabərdir açıq 5 bərabərlisini həll eləməliyəm. Deməli uşaqlar, buradan alırıq mənfi 2a kiçikdir mənfi 14. Mənfi 14-ü mənfi 2-ə bölümlə a böyükdür 7-dən. İndi buna gələk. 2 açıq a olacaq. Kiçikdir bərabərdir mənfi 5 plus 14. Yəni a kiçikdir bərabərdir 9. Deməli a 7-dən böyükdür. 9-dan da kiçik bərabərdir. Yəni 8 və 9 ola bilər. Yəni ümumiyyətlə həlli aralığına yazsaq 7-9 arasında belə. Bura daxil olan tam ədədlər 8-dən 9 olacaq. 8-dən də 9-un cəmi olacaq 17. Və salam. Keçirik 43-cü suala. Üçüncü sual adi bir sualdır. Yəni, nə mənada adi? Sadə bərabərsizliklərdir də. Yəni, aşağı sinif aid olan bərabərsizliklərdir. X plus 6. Deməli, mörtəzəni birinci açırıq. X-ləri bir tərəfə keçirirəm. X kiçikdir 3-dən. Mənfi sonsuzluq 3. Deməli, mənfi sonsuzluq 3-dür. 3-dən kiçik ən böyük tam ədəddə 2-dir. Deməli, aynanın C buna aid olmuş olur. İkinci sualımız 3 vurulsun 2x plus 3 kiçikdir. 2 vurulsun 2x plus 6. 6x plus 9 kiçikdir. 6x plus 12. 6x'dən 6x getdi. 9 kiçikdir 12. 9 həmişə 12-dən kiçikdir də. Ona görə mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni B variantı. Uşaqlar, bunun həlli nə vaxt olmazsa 9 böyüdür 12 alsaydı. Necədir bunun həlli yoxdur. 9 12-dən heç vaxt böyük olamaz. İndi keçirik 3-cü sualımıza. 3-cü sualımızda verib belə.
4 vurulsun x plus 5. Üstə gəlir 5x. 3 vurulsun 3x plus 4 plus 5. 4x plus 20 plus 5x eşittir 9x plus 12 plus 5. Deməli 4x-dən 5x 9 edir. Bu 9x-dən 9x-i çıxdım 0. Yəni qaldı 20. Kiçikdir 12-dən 5 topladım 17. 20 17-dən heç vaxt kiçik deyil deyə həll olur. Boş çoxlu. Yəni bunun həlli yoxdur. 20 17-dən kiçik olamaz. Cavab oldu D variantı. Həlli yoxdur. Keçirik 45-ci suala. Deməli 45-ci sualı mən sizə izah edeyim. Qaydada yazmışam x böyüdür a və x kiçikdir bərabərdir b. Bu bərabərsizlər heyətinin həllinin mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün a kiçikdir bərabərdir b şərti ödənməlidir. O misala 45-ci sualımıza onu aid edeyim, həll edək. Deməli x böyüdür bərabərdir 2a kvadratı çıxılsın 5a üstəgəl 17 və x kiçikdir bərabərdir a kvadratı üstəgəl 3a üstəgəl 5. Deyir bu bərabərsizlər heyətinin həlli mənfi sonsuz, müsbət sonsuzdur. Yəni bu şərtə görə bu kiçik olmalıdır bunun. Dediyimizi yazaq. 2a kvadrat çıxılsın 5a üstəgəl 17 kiçikdir bərabərdir a kvadrat üstəgəl 3a üstəgəl 5. Keçir bir tərəfə kvadrat bərabərsizliyi alaq və həll edək. Deməli çıxılsın a kvadrat çıxılsın 3a çıxılsın 5. Kiçikdir bərabər 0-dan. A kvadrat çıxılsın 8a plus 12 kiçikdir bərabərdir 0-dan. Vuranda 12, toplayanda da 8 eləyirsə bu olacaq 2 ilə 6 kökləri. Dedik ki, kvadrat bərabərsizliyi kiçik olanda aldığımız cavablar elə o bərabərsizliyin həllidir. Yəni 2, 6. İntervallaya da bilərsiniz, amma intervallamıram. Deyir ki, bizdən tam həllərinin cəmini istəyir. 2 ilə 6-nın arasında tam həllər. 2, 3, 4, 5 və 6. Deməli, toplayanda eləyəcək 1000. Məsələn, 46-cı sualda eynilər. Hətta 47-ci sual da eyni misaldandır. Eyni şərti götürürsünüz. Gəlin yazaq. Sadəcə 47 bundan daha asandır. Çünki burada kvadrat tənliyi idi. Orada isə adi xətti bərabərsizliyi alacaq. Yəni, 47-ci sualımız x böyüdür bərabərdir 4-a çıx 1 və x kiçikdir bərabərdir 2a plus 9. Bərabərsizlər heyətinin həlli mənfi sonsuz, müsbət sonsuz olması. 4-a çıx 1 kiçikdir bərabərdir 2a plus 9-dur. Və indi a-ları bir tərəfə keçirirəm, ədədləri bir tərəfə keçirirəm. 2a kiçikdir bərabərdir 10-dan, a kiçikdir bərabərdir 5-dən. Sizdən soruşur, a-nın ala biləcəyi natural qiymətlərin cəmi 5-dən kiçik bərabərdirsə, 5-dən kiçik 5, 4, 3, 2, 1. 5-in özü də altında xətti var deyil. Bunun cəmi toplayanda 15. Salam. 49-cu suala da baxaq. Sonuncu sualımızdır. Deyir ki, bərabərsizliyi, diaqrama əsasən bərabərsizliyi həll edir. Gəlin, həll edək. Deməli, verib ki, sistem AX kiçikdir bərabərdir B, CX böyükdür bərabərdir D. Şəklə baxarıq. Diaqramda A-mız 2-dir. Yazırıq 2x kiçikdir bərabərdir. B-miz 7-dir. CX C-miz 4'dür. D-miz də 6'dır. Aha. İndi birincidən 7-ni 2'yə bölürəm. X kiçikdir 3,5-dən kiçikdir bərabərdir. 6-nı 4'ə bölürəm. 1,5 edir. X böyüdür 1,5-dən. Deməli, bir dəqiqə. Deməli, deyir ki, misal həll edək. 1,5 də 1,5 və 3,5. 1,5 də daxildir. 3,5 də daxildir. Burada deyir ki, 1,5-dən böyük səfa, 3,5-dən də kiçik kəsişir. 1,5-dən 3,5-ə. Misalı həll edək. Bu qədər uşaqlar.